7-3-1 cavabında bizə təpə nöqtələrini verib. Bunu qoyun bura. 3 bucaq çəkək. Heç buna ehtiyac yoxdur. Təpə nöqtələrini verib bizə. Bura A-dır. A02, B73, C16. Olan ABC üçbucağında BAC-ni tap. Bu bucağı istəyir. Məsafələri bilirəmsə, bucağı tapmaq lazımdırsa, bizə lazımdır kosinuslar teoremi. Başqa variantı yoxdur. Deməli, indi bu alfa deyək. Birinci məsafələri tapaq. Məsələn, AB-ni tapaq. İki nöqtə arasındakı məsafə düsturundan tapırıq da 7 çıx 0-ın kvadratı plus 3 çıx 2-nin kvadratı. 7 49, o da 1 50, kök 50, o da edir. Ne də qalsın elə bir hansısa kvadratı lazım olacaq bizə. Sonra BC-ni tapaq. Yenə 7 çıx 1-in kvadratı plus 6 çıx 3-ün kvadratı. Fərqi yoxdur. Y-dən Y çıxmalısın, X-i çıxmalısın. Fərqi yoxdur birinci nəyici. Onsa kvadrat müsbət eləyir həmişə. 6-ın kvadratı 36 plus 3-ün kvadratı 9. Bu da eləyir nəçə? Kök 45. Tamam. Bir də AC-ni tapaq. 1 çıx 0-ın kvadratı plus 6 çıx 2-nin kvadratı. 1 plus 4-ün kvadratı 16 kök 17. Yazaq yerlərinə. Deməli, bu elədir. Yazaq, bu elədir 5 kök 2, bu elədir 3 kök 5. Qalsın belə. AB elədir 5 kök 2. BC elədir 3 kök 5. AC də elədir kök 17. İndi kosinuslar teoremi tətbiq edin. Necə eləyirdik? BC-nin kvadratı bərabərdir AB-nin kvadratı plus AC-nin kvadratı çıx 2 vur AB vur AC vur kosinus alfaya. Buradan kosinus alfanı tapacaq. Kosinus varsa, deməli bilməlisən də orada kosinuslar teoremidir. İndi BC bizdə BC. BC kök 45'dir. 45 bərabərdir. AB neçədir? 50'dir. Kök 50, yəni 50 plus AC kök 17, 17 çıxılsın 2 vurulsun AB. Yəni 5 kök 2 vurulsun AC. Kök 17 vur kosinus alfa. Bunu tapmalıyıq indi. Buna hesab edəndə diqqətli olmamış olar. Burada hansı səhv edirlər. Götürürlər 50 ilə 17 çıxırlar, sonra 2-ni çıxırlar, vururlar. Elə olmaz axı. İndi 45 bərabərdir da birinci sağ tərəfi yazaq. 50 o da 17 eləyir 67. Çıxılsın 10 kök altı 34 kosinus alfa bərabərdir 45. 10 kök altı 34. Bax, burada kosinusdan tapa bilməsə sinusa çevirərik, heç nə olmaz. Yəni əsas kosinusu tapmaqdır. 67-dən 45 çıxanda 2 22. Kosinus alfa da tapacaq. Bu eləyir 11, bu eləyir 5. Kosinus alfa bərabərdir 11 bölünsün 5 kök altı 34. Qəribə bir şey oldu ama neyse də. Əlimizdən bu gəlir. İndi kosinus alfadırsa, düzbucaqlı üçbucaq çəkirsən. Bura alfadır, düzdür. Kosinus alfanın tərifi necə idi? Bitişik qatı hipotenuza nisbəti kök altı 34. Yəni ki, tangesini tapacaq. Sonra bu x'i tapaq. X bərabərdir 5 kök altı 34'ün kvadratı çıx 11'in kvadratı. 25'i 34'e vuran neçə eləyir? 4 dəfə 5 2 0 2 yarda 8 175 850 850'dən 141 çıxanı 9 4'dən 2 2 7'dən 1 629 500 yox belə eləməməlidir. Harada səhv elədik? 0 2 7 3 1 6
7'den 0, 3'ten 2. Tak tak. 7'nin kvadratı, 1'in kvadratı 49, 50. Bunu düz yazmışıq. BC. BC nədir? 7 çıx 1, 6, 3 çıx 6, enşi 7 hansıdır? 6'ın kvadratı 6, 3'ün 9, 45. Bunu düz yazmışıq. AC. 1 çıx 0, 6 çıx 2, 1'in kvadratı, 4'ün kvadratı. 16, 17. Bunu düz yazmışım. BC'nin kvadratı. BAC'nin ise de həmçə. BC'nin kvadratı bərabərdir AB'nin kvadratı plus AC'nin kvadratı 2AB vur AC vur kosinus alfa. Düzdür, düzdür. Sonra BC'nin kvadratı eləyir neçə? Kök 45, 45'dir. Bərabərdir AB'nin kvadratı 50. 50 plus AC'nin kvadratı 17. 2 vurulsun AB 5 kök 2 vurulsun AC kök 17 kosinüs alfa düz olmuş o da. 45 bərabərdə 50 67 çıx 10 kök altı 34 və bərabərdə 45 2 22 düz olmuş o da. Hə düz olmuş o da. Bu niyə düz gəlmədi ki? Səhv yoxdur. Düz yazmışıq. Kosinüs alfa bərabər 11 bölünsün 5 kök altı 34. 5 kök altı 34. Qarşı qatın hipotenuzun nisbətidir də. Bir dəqiqə. 5'i 25 vur 34'ten 34'ten 64 yazmışım. 34'ten 850'den çıkmalı 120 idi. 121 729. Ha, 729'dan kök çıxır. Ha, çıxır da 629 yazmışam. 729'dur. 7 kök altı 729'dur. Bundan da çıxır 27. Şə. Deməli x-də 27'dir. X-də 27'dirsə bizə tangesdən lazımdır. Tanges alfa bərabərdir. Bu da 27. 27 bölü 11. Alfa da bərabərdir arctanges. 27 bölü 11. Var mı? Var. D variantı. Başa düşdüm. Başa düşdüm.